Dövlət katibi Tillerson Rusiya prezidenti Vladimir Putinlə bağlı qapılar arxasında görüşdən sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla birgə mətbuat konfransı keçirib. Tillerson münasibətlərin durumunun aşağı səviyyədə olduğunu deyib. ABŞ-Rusiya münasibətlərinin hazırki durumu aşağı səviyyədədir. İki ölkə arasında etibar səviyyəsi aşağı səviyyədədir. Dünyanın nüvə silahına malik iki ən güclü ölkəsi arasında münasibətlər belə olmamalıdır. Rusiyanın Mir televiziyasına müsahibəsi zamanı Putin bu fikrə oxşar açıqlamalar verib. O, Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin prezident Donald Trumpın hakimiyyətə gəlməsindən sonra pisləşdiyini deyib. Qeyd etmək lazımdır ki, işgüzar səviyyədə, xüsusilə də hərbi səviyyədə etibar daha yaxşı səviyyəyə çatmayıb, əksinə pisləşib. Münasibətlərdə gərginlik keçən həftə Suriyada mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edilməsinə dair iddialar və ABŞ-ın Suriyada aviabazaya raket zərbələri endirməsi ilə əlaqədardır. Lavrov ABŞ-ın raket hücumlarını qeyri-qanuni, ABŞ-ın davranışını isə gözlənilməz adlandırıb. Bununla belə kimyəvi hücumla bağlı təhqiqat aparılmasına dair razılıq əldə edilib. Biz Amerikalı həmkarlarımızın belə bir təhqiqata dəstəyə hazır olduğunu gördük. Biz BMT və kimyəvi silahlara qadağa təşkilatının öz səlahiyyətlərindən dərhal istifadə edəcəyinə arxalanırıq. Rusiya 80-dən çox insanın ölümünə səbəb olmuş kimyəvi hücumda Suriya üsyançılarını günahlandırıb və BMT Təhlükəsizlik Şurasında Suriyanı qınayan qətnaməyə veto qoyub. Tillerson deyib ki, Rusiya prezidenti Bəşar Əl-Əsəd ailəsinin hakimiyyətinin sonu gəlib çatır. O, Moskvanı Əsədə dəstəyi dayandırmağa çağırıb. Təhlilçilər bunun baş verəcəyini gözləmir. Bu, Rusiyanın prestiji və nüfuzunun azalması deməkdir. Buna görə də onlar çox ciddi səbəblər olmayınca bunu etməyəcək. Rusiya, Suriyanın hava hövzəsinin təhlükəsizliyinə dair ABŞ-la raket hücumuna görə dayandırdığı razılığı bərpa edəcəyini bildirib. Lakin bunun üçün Vaşinqtonun Əsəd qüvvələrini hədəf almayacağı şərti qoyulub. Moskva Əsəd ordusunun terrorçuları hədəf aldığını iddia edir. Təhlilçilərin bildirdiyinə görə Suriyanın məşğul səmasında koordinasiya aparılmaması daha böyük münaqişə riski yaradır. Amma ən mühümü indi birbaşa hərbi qarşıdurmaya və Allah göstərməsin Rusiyanın və Birləşmiş Ştatların hərbi hava qüvvələri arasında toqquşmaya yol verməməkdir. Son insidentlə əlaqədar iki super qüvvə arasında münasibətlərin yaxşılaşması üçün potensialın olub-olmadığı sualı hələ də qalır.